Belə deyim də, yəqin ki, burada estetik yaradıcıdır. Yəni burada deyir ki, oyuncaqlar yox. Yox, müəllimə, idrakdır didaktik. Didaktik sözün özünün mənası nədir? Öyrədici deməkdir. Koqnitiv deməkdir. Didaktik beyin idrak tələb eləyən oyunlar. Bəli, müəllim. Aydındırmı? Yəni didaktik oyunlara məsələn biz Montessori'nin didaktik oyunları deyirik. Mənə bir dənə misal çəkin didaktik oyunlar. Məsələn, stol üstü çap oyunları deyirsiniz. Nələr verirsiniz? Nə görürsüz? Rəngli kağızlardır. Bəli. Hə. Bax, kartoçkalardır, ümumiyyətlə puzzleların qurulmasıdır. Nə bilim, stol üstü də verilən oyunlar, şəkilli olan latolar, dominolar falan. Yəni bunlar hamısı idrak tələb eləyən, xüsusilə də diqqət psixi prosesi özündə formalaşdıran oyunlardır ki, uşağın əsas belə deyək də idrakına yönəlikli oyunlardır. Aydındırmı? Yəni uşaqdan dərin düşüncə tələb. Uşağın əsas bir növ diqqət psixi prosesini adaptasiya edən oyunlardır bu oyunlarda. Çünki öyrədici oyunlardır. Məsəl üçün oyuncaqlarla oyun deyirsiniz. Uşağın daha çox əşya ilə bilavasitə təmasda olduğu, yəni oyunlardır ki, uşaqlar müxtəlif əşyalarla neyniyir? Uşaq tənqidi təfəkkürü formalaşır daha çox. Uşaqların o əşyavi manipulyattiv sferasının inkişafı, oyuncağı kəşf etməsi, ayırd etməsi, təsnifat, sistemləşdirmə falan, yəni tənqidi təfəkkürün bütün açar sözlərini yəni özündə şərh edir. Yaxşı, şifahi sözlü oyun deyirəm. Görürsüz idrakdır, konkret olaraq beyinə köklənir. Yəni düşün, tap. Aydındırmı? Və yaxud da problem həll etmə səriştəsi qoyulur. Problem həll etməsi əsasında, problemin qoyuluşu əsasında uşaqların düşünərək, belə deyək, idraki inkişaf etməsi düşün, tap, belə deyək də cavab verir. Beyindən siqnal gəlir ki, beynim inkişaf edir ki, mən onu şifahi sözlü şəkildə çatdıra bilirəm. Aha. Deməli, Pəri müəllimə, belə deyək, güşələr də bir dənə mənə deyin görüm, fəaliyyət mərkəzlərimiz haqqında qısa məlumat verin. Güşələr müəllimə 8 dənə güşə, 8 yox, 14 dənə güşəmiz var. Bəli. Bunlar riyaziyyat güşəsi, kitab güşəsi, stoslu oyunlar, sonra əl əmək güşəsi, milli güşə, sujetli rollu oyunlar güşəsi, nəqliyyat güşəsi, məişət təsərrüfat güşəsi, təbiət güşəsi, gəlincik güşəsi, təsvir fəaliyyət güşəsi, sonra qaldı. Tikinti material bir də. Aha, əsas 8 güşəmiz vurğulanır. Əsas bu 8 güşəni bilmək daha çox vacibdir ki, məsələn, onlardan da biri deməli vurğulamışıq daha çox, yəni mən əsas vaciblərə toxunmaq istəyirəm. Gəlin belə deyək, mənə elm güşəsi haqqında məlumat verin. Elm güşəsi əsasən yəni təcrübə əsasında təcrübələnmək deməkdir. Yəni nədir deyim, burada idrakdır, müşahidədir, tədqiqat bacarıqları inkişaf edir. Hə, yəni tədqiqat xarakterli, uşağın bir növ eksperiment aparmaq bacarığı, belə deyək, uşağın müşahidə və təcrübə vasitəsilə ətrafı dərk etməsi, başa düşməsi, aydındırmı? Belə deyim də, elm güşəsi hansı inkişaf sahəsidir? Elm deyirik, elm güşəsi hansı inkişaf sahəsinin xarakteristikasıdır? Bəli. İdrak. Bəli, idrakdır. Biraz əlaqələndirmə anidən deyirsiniz, yəni Müəllimə, keçən dəfə mən bunları axı sizlə ümumiləşdirib sorğu-sual etdim. İzaha baxmısınızsa, izahda qeyd etmişəm hər bir şeyi. Yəni mən bunu durub kitabda olduğu kimi bilirsiniz ki, mən inteqrasiyalı verirəm, yəni əlaqələndirirəm. Qəbulda da bunları əlaqələndirilmiş şəkildə veriləcək. Yəni bunu mən sizin üçün eləyirəm. Yəni mənə nə var ki, deyərəm kitab cümləsindən elə oradan-buradan sual-cavab eləyib üzdən gedərəm. Mən bugün bunları deyirəm, bilmirsinizsə yazmalısınız, qeydlər aparmalısınız, öyrənməlisiniz. Hamımız öyrənmək üçün qoşulmuşuq da bura. Bəli, müəllim. Aha, narahat olmayın.
Yaxşı müəllimə. Təbiət guşəsi ilə necə əlaqələndirərik elm guşəsini? Ümumiyyətlə təbiət guşəsi haqqında məlumat verin mənə. Təbiət guşəsi müəllimə. Təbiət guşəsi yəni təbiətdə gördüyümüz ağaclardır, çiçəklərdir, meyvələrdir, tərəvəzlərdir və s. bunlar təbiət guşəsinə aiddir. E, Təbiət guşəsi ilə elm guşəsinin Təbiət guşəsi, bax belə deyim də, konkret nələr daxildir? Guşəmizdə nələr yer alır? müəllimə orada ağaclardır, çiçəklərdir. E, Aha. Yəni təbiətdə gördüyümüz şeylər hamısı təbiət guşəsinə aiddir. Aha. Estetik yaradıcılıq üçün. Aha, yaxşı. Ekoloji mənada, estetik ekoloji mənası nədir? Təbiət guşəsinin əhəmiyyəti nədir? Təbiət guşəsi Ekoloji təbiə. Axşamınız xeyir. Axşamınız xeyir. Qulağımdan Hoş gəldiniz. qulağıma dönmüşəm. Evimdən çox da ola bilər ki, arada danışmaya bilərəm. Oldu, narahat olmayın. Ekoloji təbiə odur ki, ağacları, heyvanları sevmək, qarı göstərmək. Aha, bəli. Aha, oldu. Deməli, Pəri müəllimə, siz də fikrinizi tam tamamlayın, mənə necə başa düşmüsünüz? Təbiət guşəsi müəllimə. Təbiətə sevgi, təbiətə qayğı, ağacları, çiçəkləri. Ay, sağ ol. Səsləri bağlayaq müəllimlər, zəhmət olmasa. Hə. Hə, Arzu müəllimə, zəhmət olmasa siz səsi bağlayın. Hə. Yaxşı müəllimə. İdrak belə deyim də, ilk öncə qeyd edək, təbiət guşəsi idrakdır yoxsa estetikdir? Estetik yaradıcılıq. Ay sağ olun. Yaxşı, niyə məhz idrak inkişaf sahəsi olan elm guşəsi ilə əlaqələndiririk? Burada müəllim inkişafdır da. Yəni burada elm guşəsində uşaqlar düşüncələri formalaşır, inkişaf eləyirlər. Yəni təbiət guşəsində bunlar da bir növ inkişaf növüdür, belə deyim. Düzdür, hər ikisində də inkişaf var. Daha çox hər ikisinin oxşar cəhəti odur ki, hər ikisi də müşahidəçiliyə əsaslanan, müşahidə əsasında. Məsəl üçün, birində müşahidəçilik aparır, estetik duyumu formalaşır. Təbiətə, belə deyək də, marağı, uşağın təbiətdə əməyi, ictimai faydalı işlərə marağı, yəni belə deyək də, daha çox onda, yəni bu cür estetik tərəfli müşahidəçilik formalaşır. Amma elm guşəsindəki müşahidəçilik daha çox koqnitiv xarakter daşıyır, daha çox idraki xarakter daşımasının səbəbi odur ki, beyinə işləməsi, uşaq onu daha dərin dərk etməsi, daha dərin təcrübələr, eksperimentlər apararaq nəyisə bir şeyi kəşf etməsi. Aydındırmı? Biri var ki, bitkini böyüməsini, bilirsiniz necə, uzun müddətli müşahidə əsasında bitkinin necə böyüməsini görmək, onların üzərində təcrübə aparmaq, bu elm guşəsidir. Biri də var ki, bitkiyə qulu, bu hətta 2023-cü ilin MİQ-ində düşmüşdü. Orada əksəriyyət müəllimlər bəzən səhv yanlış götürüb onu təbiət guşəsi götürmüşdülər. Amma doğru cavab elm guşəsi idi ki, çünki orada böyümə, inkişaf, uzun müddətli müşahidə, yəni gözlənti, o birbaşa idraka əsaslanan elm guşəsi idi. Amma biri də var deyirəm ki, otaq bitkilərinə qulluq etməsi, ümumiyyətlə konkret olaraq təbiətdə tutalım ki, torpaq, təbiət demək nə idi? Uşaqların ictimai faydalı işlərə cəlb olunması, yəni bir növ böyükləri imitasiya etməsi, uşaqlarda növbətçilik bacarığının formalaşdırılması. Yəni biri var estetikliyini duymaq, biri var yaradıcı tərəfini vurğulamaq, biri də var ki, təbiət guşəsi daha çox yaradıcılığa köklənirsə, elm beyinə köklənir, elm guşəsi idraka köklənir. Yəni bax bunu yadda saxlamaq lazımdır. Təbii ki, hər ikisindən də, yəni belə deyək, elm guşəsində olan avadanlıqlar nə ilə fərqlənir? Məsələn, desəniz ki, təbiət elementlərindən ibarət, belə deyək də, materiallar da yer alır, bəli, yer alır. Daha çox biz burada nəyə görəcəyik? Biz daha çox burada uşaqların tədqiqat apardıqları materiallardır. Nə bilim, o laboratoriyada xırda o nüanslar olur, bütün şpisinə qədər, boruluğuna qədər, nə bilim, vakuum lampa, yəni o
iynəsinə qədər, yəni hər bir şeyi o xırda detalına qədər zaten şəkillərdə də verilib, Artinin də mənbələrində var, testlərdə də qarşımıza çıxır ki, yəni uşaqların bir növ bax kompasdır, tərəzidir, nə bilim o müxtəlif materiallar var ki, elm güşəsində məsəl üçün uşaqların daha çox belə deyim, mikroskopik xarakterli o lupa şüşəsi ilə baxıb tədqiqat aparması, daha dərindən anlaması üçün verilən belə deyək, avadanlıqlar elm güşəsində daha çox yer alır. Çünki bunlar xüsusi konteynerlər olurlar. Yəni ölçmə qaşıqlarına qədər, ölçmə borularına qədər, plitələrinə qədər, süzgəclərinə qədər qeyd olunur yəni bu. Yaxşı müəllimə. Bax stolüstü oyunları əlaqələndirirdik stolüstü oyunlar güşəsi ilə. Bax bayaq sizə sual verdim ki, məsəl üçün stolüstü oyunları elə bax güşə ilə əlaqələndirirəm, misal çəkin. Və sizə hətta sual verdim ki, hansı inkişaf sahəsidir? İdraki inkişaf sahəsi. İndi məsəl üçün stolüstü oyunlar güşəsini də indi bir dənə mənlə əlaqələndirin özünüz ki, mən bilim ki, tam aydın oldu sizə. Mən oyunlardakı güşələr deyirsiniz, elə? Hə də, yəni stolüstü çap oyunlarında hansı biz oyunları verdik? Yəni uşağın daha çox dedik idraki inkişafını tələb edən oyunlar. Bir də qeyd eləyin mənə. Orada vardı puzzle'lar, lot oyunu, dominodur. Bəli. Bunlar stolüstü çap oyunlarına aiddir. Yəni burada motorika inkişaf edir uşaqlarda. Ay sağ olun. Bəli, materiallar görüşmək, razılaşmaq, problem həll etmək üçün bacarıqlar. Ay sağ olun. Təşəkkür edirəm müəllimə. Biraz da genişləndirin, biraz da daha yaxşı, yəni daha yaxşı dərindən öyrənməyə çalışın inteqrasiyalı şəkildə. Oldu. Təşəkkür edirəm. Aha. Deməli, digər müəllimlər, ödənişli qrupun müəllimləri. Şərəf müəllimə, buradasınız? 2 dəqiqə. Xadim müəllimə. Salam, hər vaxtınız xeyir olsun. Yox, xanım Səfərova. Bəli, müəllim. Salam müəllim. Hər vaxtınız xeyir olsun. Müəllimlər, qeyd edeyim ki, bu ödənişli qrupun dərsidir. Ödəniş sizə ümumiyyətlə atmışam ki, müəllimlər dinləyici mövqeyində dərs gedişatımıza yəni baxsınlar. Ona görə hələ ki ödənişli qrupun müəllimlərini sorğu-sual edirəm. Anlayışınız üçün təşəkkür edirəm. Aha, xanım müəllimə, gəlin belə deyək. Ümumiyyətlə oyun haqqında qısa məlumat verin. Oyunun belə deyək, uşaqların həyatında ən böyük əhəmiyyəti. Oyunlar uşaqlar üçün ən böyük əhəmiyyəti odur ki, mən öz başa düşdüyüm tərzdə deyim müəllimə. Bəli. Uşaqların idrakına, psixologiyasına, necə deyim, hər tərəfli inkişafına kömək edir. Yəni oyunlar. Bəli, mən sizi eşidirəm, müəllimə, fikrinizi tamamlayın. Bu oyunlarda deməli növlərə ayrılır. Deməli yaradıcı oyunlar, bir də qaydalı oyunlar. Yaradıcı oyunlara aiddir tikinti, quraşdırma oyunları, dramlaşdırılmış oyunlar, süjetli rollu oyunlar. Amma qaydalı oyunlara aiddir. Mütəhərrik oyunlar, didaktik oyunlar, stolüstü oyunlar. Bunlar qaydalı oyunlara aiddir. Uşaq ümumiyyətlə oyunlarda oynayan zaman nəyisə mənim fikrimcə nəyisə kəşf edir. Yəni ki, ona görə də oyunlarımız çoxdur. Bax, oyunların növü çoxdur. Tək oyun var, paralel oyun var, əməkdaşlıq oyunu var. Sonra sərbəst oyunlar, konstruktiv, süjetli rollu oyunlar, simvolik oyunlar, dramatik simvolik oyunlar, konstruktiv simvolik oyunlar, sensor oyunlar. Bunlar hamısı uşağın həm fiziki, həm əqli, həm psixoloji, həm nə bilim yaradıcı cəhətdən inkişafına kömək edir hər biri. Aha. Müəllimə, biz nəyə görə məşğələmizi oyun fəaliyyətsiz, yəni keçə bilmərik? Yəni keçirik düzdür, amma daha çox oyun motivi əsasında biz
Nəyə görə o Oyunlarla daha çox önəm keçir? Nəyə görə? Ona görə ki, oyunlarla olanda uşaqlar üçün daha əyləncəli olur, daha daha nə bilim, necə deyim, maraqlı, rəngarəng olur da məşğələ. Onlar ona görə. Məsələn, mən məşğələmin özündə uşaqlar üçün əyləncə təşkil eləyirəm. Məsələn, özün tap oyunu. Əvvəlcə bir fincanları düzürük. Yəni bir nəfər gözünü bağlayır, fincanların yerini dəyişərək onun altında balaca bir kubiklərimiz var, konstruktor kubik. Onu qoyuruq və o əlini qoyur, deyir, mən hiss etdim ki, yəni siz bura qoydunuz. Onun altındadır balaca konstruktor kubik, onun altındadır. Özün tap oyunu Aha. təşkil eləyirik əvvəlcə, sonra uşaqlar üçün maraqlı olur. Sonra səsindən tanı oyunu keçirdirəm. Məsələn, bir insan bir korobka formasında, qutu formasında bir şey onun arxasına keçir, uşaq əyilir, orada elə bil ki, o bir uşaqlar da düzülür qarşıdan. Deyir ki, yəni əlin çıxardır korobkanın üstündən. Deyir ki, tanı, kim yoxdur. Yəni səsindən tanı. Belə bir oyun keçidirəm onlar üçün. Əyləncəli olmalıdır da ümumiyyətlə məşğələ üçün əyləncəli olmalıdır. Uşaqların oyun olmasa uşaqlar bağçaya meylli olmaz. Məşğələyə maraqsız keçər. Yəni Doğrudur müəllimə. ümumiyyətlə. Baxın müəllimə, bax belə deyək də, bax siz mənə bir dənə deyin görüm ümumiyyətlə, bu qaydalı oyunlar haqqında bir dənə mənə danışın zəhmət olmasa, sonra qaydalı mütəhərrik oyunlar haqqında məlumat verəcəyik. Qaydalı oyunlar özü iki yerə bölünür də. Mütəhərrik oyunlar, didaktik elementli mütəhərrik oyunlar. Yəni bir də didaktik oyunlar özləri, məsəl üçün mütəhərrik oyunlar, didaktik oyunlar, o bir də stolüstü oyunlar. Mütəhərrik oyunlar hərəkətli, qaçmaq, tullanmaq, gizlənmək, yarış, milli oyunlardır. Didaktik oyunlar idrak yönümlüdür müəllim. Bəli, bəli. O Bəli. məntiqə, diqqətə yönələn Mütəhərrik oyunlardır. oyunlar hansı inkişaf Oyuncaqlarla da etməmizdir? oyunlardır. Mütəhərrik. Sensor Hı -hı. oyunlarda, yəni əşyalarla, oyuncaqlarla. Amma stolüstü oyunlar latodur, dominodur, kartdır, puzzledır. Bunlarla oyundur. Bir də şifahi oyunlar da var. Tapmaca, məsələn, tapmaca deyirsən, uşaq tapır. Söz qafiyə var, məsələn, uyğunlaşdırır. Müəllimə, baxın, mütəhərrik oyunlar dediniz, bir də qaydalı mütəhərrik oyunlar var. Bunların fərqi nədir? Mütəhərrik oyunlarda hərəkətli qaçma, tullanmadır. Bir də ki, burada didaktik elementli mütəhərrik oyunlar var da. Sayaraq qaçma. Qaydalı mütəhərrik oyunlar deyəndə biz nə başa düşürük? Qaydalı mütəhərrik oyunlar. Aha, biri var mütəhərrik, hərəkətli, o heç onu bilirəm. Uşaqların daha çox böyük motorika bacarığının inkişafını dəstəkləyən, fiziki inkişaf, sağlamlıq inkişaf sahəmiz olaraq. Amma qaydalı mütəhərrik oyunlar daha çox milli koloritli oyunlardır. Bəli, milli də milli oyunlar, mütəhərrik oyunlar, həm də milli oyunlar. Bu oyunlar necə yaranır? Tarixi necədir? Bax, niyə qaydalı deyirik bu oyunlara, qaydalı mütəhərrik? Çünki orada qayda var da, qaydaya əsasən uşaqlar, məsəl üçün, uşaqlar qayda qoyursa, düzülürsən, məsəl üçün kim bayrağı gətirirsə, qaçıb gedir bayrağı ora sancırsa birinci, qalib o olur, qayda odur. Yəni ki, qaydalı oyunlarda bir növ oyunun qaydası olduğuna görə, ona görə qaydalı oyunlar deyilir. Yəni burada əsasən bizim xalq folklorumuza əsaslanan oyunlardır ki, bunlar xalq tərəfindən yaradılan, bəzən uşaqlar düzdür, özü tərəfindən də uşaqların oyunlardır ki, hansı ki burada uşaq belə deyək də
hazır məzmuna malik olur bu oyunlar. Çünki burada ciddi bir ardıcıllıqla oyunlar var. Çünki burada da mütəhərrikdir. Mütəhərriyin amma qaydalı oyunu. Çünki müəyyən bir qayda var deyirik ki, hansı ki orada da ardıcıllıqla, hərəkətlərin ardıcıllıqla yerinə yetirilməsi qaydası. Məsəl üçün uşaqlar mütəhərrik oyun oynayır. Burada deyirik ki, topu tut və yaxud da topu at yoldaşına və yaxud da təkrar yoldaşla bərabər ritmik hərəkəti təkrar et və s. Yəni burada da elə mütəhərrik buradan əmələ gəlir uşaqların hərəkətli fəaliyyəti nəticəsində, amma sadəcə sistemli bir qayda olduğuna görə, həm də sırf belə deyək də xalq folkloru nümunəmizin yəni daha milli, koloritli bir oyun olduğuna görə qaydalı oyun deyirik və bu da təbii ki, uşaqların həm fiziki inkişafı, həm əqli, idraki, həm də ümumiyyətlə əxlaq tərbiyəsində mühüm əhəmiyyət kəsb edir, yəni bu cür oyunlar. Aha, yaxşı müəllimə. Bəs biz əməkdaşlıq oyunları deyəndə ağlımıza nə gəlir? Əməkdaşlıq oyunları bir yerdə oyundur da. Əməkdaşlıq oyunları uşaqların bir yerdə oyunudur. Yəni bir yerdə əməkdaşlıq edərək oyun oynamalıdırlar. Yəni Hə, başa düşdüm. Bir yerdə əməkdaşlıq edərək. Məsəl üçün, əməkdaşlıqda elə biz gözümüzün qabağına məsəl üçün gətiririk ki, uşağın bir-birinə, düzdürmü? Cütlərlə iş forması gəlir gözümüzün qabağına ki, uşaqların bir-biri ilə və yaxud da ən yaxın əməkdaşlıq formasında uşaq burada maraqlar ümumidir. Burada məqsəd ümumidir. Yəni əşya mübadiləsi, uşaqların bir-birinə qarşı belə deyək də yoldaşlıq, dostluq nümayiş etdirməsi, bəli, və özü kooperativlik səriştəsinin açar sözü. Çünki tərəfdaşlıq var burada. Aydındır? Çünki məqsəd birdir, problem qoyuluşu ümumidir. Aydındırmı? Bəli, ümumi maraqların qarşı-qarşıya qoyulan problemi həll etmək üçün ideyalar, mübadiləsi aparırlar, uşaqlar bir yerdə yığılıb əməkdaşlıq eləyirlər. Ay, sağ olun. Bəs yaxşı, paralel oyun nədir? Paralel oyunlar bəzən təkrarlayır da o oyunları, bəli. Bəzən isə materiallardan istifadənin fərqli növünü həyata keçiririk. Bir-biri ilə yanaşı oyun deməkdir. Yəni oynayırlar uşaqlar, amma elə bilirsən ki, bir-biri ilə oynayır, amma ayrı yəni. Hərə bir özü oynayır, özü üçün oynayır. Aha, deməli burada əməkdaşlıq oyunundan fərqi nə oldu paralel oyunun? Fərqli bir fəaliyyət növünün həyata keçirilməsi. Fərqli bir fəaliyyət növüdür. Ortam eynidir, məkan eynidir, düzdürmü? Amma fəaliyyətlər fərqlidir. Amma uşaqlar özləri özü üçün, hərə özü üçün oynayır. Yəni də düşəndə də şəkil üzərində tutalım ki, görəcəksiniz ki, uşaq yanaşı oynayır. Deyəcəksiniz bu əməkdaşlığa daha çox oxşayır. Necə seçəcəksiniz paraleldir? Necə seçici? Yəni onlar özləri yəni paralel oyunda necə seçici? Özləri hərə özü üçün öz tərəfində oynayır da, yəni. Hərənin özünün qarşısında bir tutalım ki, əşyası var, düzdürmü? Əşyası olur. Bəli, öz fəaliyyət sferası var. Bir-birlərindən qəti şəkildə əlaqəsi yoxdur. Burada biz birin-birinə görmürük, burada biz tərəfdaşlıq mövqeyi görmürük, yoldaşlıq, əməkdaşlıq münasibəti qəti şəkildə görmürük. Çünki eyni material verilə bilər. Ortalıqda ümumi belə deyək də obyektlər ola bilər, amma qəti şəkildə bilin ki, fəaliyyət fərqlidir. Əməkdaşlıq yoxdur. Yəni ünsiyyət, kommunikasiya bacarıqları yoxdur. Aydındırmı? Konflikt ola bilər, bəli, amma yenə də deyirəm, konflikt yaranmaması üçün elə hər uşağın özünün ayrı-ayrılıqda belə deyək, öz əşəvi manipulyativ sferası, yəni müşahidə olunur burada. Yenə də deyirəm, ortam eyni, lakin fərqli fəaliyyət növü. Yaxşı, sərbəst oyunlar nələrdir? Sərbəst oyunlar tək başına və yaşıdları ilə oyundur. Bu zaman yalnız onlar elə bir ehtiyac olduqda onlara kömək oluna bilər də, dəstək göstərilə bilər. Amma özləri ilə sərbəst nə istəyirlər oynayırlar, yəni. Aha, yəni burada böyüklərin dəstəyi ola bilər təbii ki, nəsə bir ehtiyac problem yarananda. Müraciət olunanda, ehtiyac yarananda. Hansı səriştə ilə inteqrasiya verərsiniz? Hansı səriştə ilə?
Səriştələrimizin sərbəst oyunlar. Sərbəst müstəqil deyirəm də, yəni. Müstəqil oyunlar. Bəli. Müstəqil öyrənmə səriştəsi ilə. Bəli, demək istədim amma mən. Yəni, düzdür. Müstəqil Müstəqil öyrənmə öyrənmə səriştəsidir. Çünki səriştəsi. yenə də deyirəm, burada uşağın real məqsəd var. Çünki uşaq artıq yəni öz bilir də, yəni oyunun burada məqsədi var. Uşaq köklənib demək oyunun reallaşmasına, amma sadəcə bir şey var ki, sərbəst istəyirlər, tək başına istəyirlər, özü oynasın istəyirlər. Yəni bunun prosta sərbəst oyundan tək başına oyunun fərqi nədir? Təklikdə oyunun. Bəli. Fərqi deyə bilərsiniz tək oyun dönəminin? Necə müəllim? Bax, tək başına oyun var da, düzdür? Uşağın Bəli. tək oyun dönəmi ilə sərbəst Tək oyun. fərqini mənə deyə bilərsinizmi? Hər ikisi də oxşayır. Hər ikisi oxşayır. Sərbəst tək başına oyunda uşaq tək oynayır da. Materiallar, ideyalar, hər şey onun üçün tək başına olur, tək olur. Amma sərbəst oyunda uşaqlar yəni sərbəst nə istəyirlər eləyirlər. Lazım olanda dəstək olur. Yəni Tək Onların- başına oyunda dəstək olur ümumiyyətlə, nəsə bir ətrafdan bir müdaxilə olurmu? olmur. Tək Ümumiyyətlə, başına tək oyun. başına oyun dövrü hansı yaş qrupu üçün daha önəmlidir, uyğundur? Tək başına oyun 2 Mhm. 200 Yox, körpələr. Daha Körpələr. çox birinci körpələrə. birinci 1-2 dönəmi. Aha. 1-2 yaş. Bəli, doğulandan elə 0-2 yaş dönəmini götürürsüz ki, çünki uşağın bir növ bilirsiniz necədir? Bu uşağın artıq sensitiv belə deyək də, sensomotor dövrünə təsadüf etdiyinə görə uşaq Onlar oyuncaqlarla manipülyasiya bəli, eləyirlər, hiss bəli. eləyirlər, toxunurlar Ay sağ ol. oyuncağa. Bəli. Çünki onlarda hissi perseptual qavrayışın inkişaf etdiyi dönəm olduğuna görə onlar daha çox əşyanı ağzına aparsın, onları əlləri ilə hiss etsin, Bəli. lamisə duyğu üzvlərinin inkişaf etdiyi dönəm olduğu üçün onlarda daha çox səs bulaşması dövrü deyirik. İndi Piaget-ni keçəndə biləcəyik ki, orada hissi hərəki mərhələdə, məsəl üçün səs bulaşmasında qeyri-adi olaraq oyuncaqlardan istifadə edirlər. Onlar qeyri-real, belə deyək də, məqsədsiz şəkildə əşyaları atırlar, tullayırlar, çırpırlar. Yəni onlara o xoş gəlir də onun səsi. Orada məqsəd yox, necə gəldi oynayır uşaq. Aydındırmı? Və ona görə tək başınadır ki, burada uşaqda sosial ünsiyyət sferası yaranmır. Uşaq asosial, yəni belə deyək də, uşağın sosiallığı yoxdur. Çünki uşaqda oyuncaq paylaşımı deyə bir şey körpədir. Bunda necə əməkdaşlıq olsun ki, hələ bir sosiallaşsın da. Ona görə tək oyun dönəminin ən mühüm xüsusiyyəti budur ki, yəni digər oyun növlərindən fərqli olaraq uşaq heç bir şeydən təsirlənmədən oynamağa davam edir. Ətraf ona loro dildə desək vecinə deyil də, yəni. Bəli. Ona görə də o özü üçün istədiyi kimi Legolardan da, xırda konstruktor oyunlardan da, quraşdırmadan da, yəni nəsə düzəldir, qurur, eləyir, dağıdır, sökür, tökür, əşyalarla, yəni oyuncaqlarla fəaliyyətidir. Yaxşı müəllimə. Elə sensomotor oyunlar haqqında da deyin mənə. Sensomotor oyunlar yatma fəaliyyətinə bənzəyir, onlar müəllim. Orada hələ onların özündə də toxunmadır, hissin inkişafıdır, Sensomotor, sensor, sensor mədəniyyəti, toxunaraq. məqsədini əllərin, barmaqların inkişafıdır, bacarıqlarının inkişafıdır. Ona təkən verir də. Aha, bəli. Doğrudur. Yəni bilirsiniz necə? Məsəl üçün qum su güşəmiz ki var. Qum su güşəmiz elə konkret olaraq sensomotor oyunlardan inteqrasiyalı şəkildə inkişaf edir ki, çünki uşaqlar nə edir? Onların lamisə üzvlərini ən rahat özlərini hiss etdikləri güşə qum su güşəsidir ki, uşaqlar onu hiss edir. Həqiqətən də qumu əllərində, ovucularının arasında onu qarışdıraraq, belə deyək də, qumdan palçıq
düzəldərək tutalım ki, nəsə bir formalar hazırlayırlar da özləri üçün. Çünki əllər, barmaqlar daha çox kiçik motorika, əl əzəlləri o qədər yəni inkişafdadır ki, hərəkətdədir ki. Ona görə də onlar belə deyək də bu cür hərəkətlərlə lamisə üzvlərinin toxunaraq, hiss edərək kiçik motorikanın belə deyək, obyektlərin kiçik motorika vasitəsilə obyektlərin xüsusiyyətlərinin öyrənilməsi deməkdir. Yəni sensomotor oyunlar əlaqəli olur qumsu güşəmizlə. Yaxşı, son olaraq simvolik oyunlar haqqında da məlumat verin mənə. Simvolik oyunlar simvolik oyunlar müəllim əşyaların canlandırılmasıdır bir növ. Əvəzici obyektlərdən istifadədir, hadisələrin, simvolların təsviridir, xəyal aləmidir, böyüklərin köməyi burada çox zəruridir. Yəni böyüklərin köməyi zəruridir burada. Yəni böyüklərin köməyi zəruridir. Necə yəni? Necə vacibdir böyük köməyi burada? Böyük nəzarəti. Burada mən simvolik deyirəm, müəllimə. Simvolik deyəndə nə başa düşürsüz? Uşağın xəyali olaraq, yəni hansısa bir tutalım ki, obrazı canlandırması, simvollarla, simvolik, xəyali olaraq birbaşa yaradıcı təxəyyül. Nədir? Yəni necə başa düşürsüz? Tutalım ki, uşaqlar Əşya, obyekt hərəkətlərin təsvir olunmasıdır. Sonra bax tutalım deyir. parçalarından, Bir də qutulardan. burada da imitasiya var. Sujetli rollu oyunların bir fərqini deyəcəm sizə nədir? Simvolik oyunlarda yaradıcıdır, sujetli rollu oyunlarda yaradıcıdır. Simvolik oyunlar da özü iki yerə bölünür. Konstruktiv və dramatik oyun. Hələ bunların növünə keçməmişdən öncə sujetli rollu oyunlarla bir növ oxşar və fərqli cəhətlərini deyəcəm. Burada da imitasiya var, burada da təqlid etmə var. Sadəcə olaraq sujetli rollu oyunlarda hansısa bir konkret olaraq bir obraz canlanır. Yəni orada konkret olaraq daha çox geyimlər, yəni uşaqların həmin o peşə işçilərinin geyimlərinin canlandırması, onların obrazına girməsi, onları təqlid etməsi. Siz mən elə bildim simvolik oyunlar deyirsiniz. Sujetli rollu oyunlar deyirdiniz. Yox, mən simvolik deyirəm. Sujetli rollu oyunlarla fərqli və oxşar cəhətlərini qeyd eləyirəm. Aydındırmı? Yəni deyirəm, hər ikisi də yaradıcıdır. Hər ikisində də imitasiya var. Sadəcə olaraq fərqi mən sizə deyirəm ki, simvolik oyunlarda uşaq daha çox nəyisə xəyalən canlandırır. Məsəl üçün, tutalım ki, uşaq maşın sürmək istəyir. Tutalım, maşının bir rolunu orada uşaq bir canlanma qatmaq üçün gedib nəsə bir qapaq gətirib, onu rol kimi əvəz edib uşaq neyniyir? Onu maşın kimi idarə eləyə bilir. Hansısa bir tutalım ki, qapağı, qazanın qapağı olsun, tutalım hansısa bir obyekti tutalım gətirir, orada oxşar da bənzətmə var. Bənzədir, sanki bu onun maşınının idarə edici roludur. Aydındırmı? Və yaxud da elə telefonla danışmaq istəyir, sanki yerdən bir dənə, nə bilim, hansısa bir tutalım konstruktor bir Legonu götürür və yaxud da bir özünə bir qutu götürür, düzəldir, onu telefon eləyir, danışır. Və yaxud da cansız əşyanı canlandırır. Necə canlandırır? Məsəl üçün, gəlinciyini elə götürsün və yaxud da kuklasını götürsün. Elə oyuncaq bir ayısı olsun. Sanki onu canlıymış kimi yemək yedizdirir. Su içizdirir. Aydındırmı? Yatızdırır, qulluq eləyir ona, paltarını dəyişir, geyindirir. Yəni, ona bir canlanma qatır. Onu simvolizasiya edir. Yəni, bax, bu bir növ, yəni bu kimi imitasiya kimi deyirəm, yəni mən ki, bunu bənzətmədir. Sanki o Piagetdə deyirik, animizm anlayışındakı, indi bilirəm, sizə hələ bilmirsinizsə keçməmişik biz. Sadəcə olaraq, yəni, cansız əşyanı canlandırma bilir. Bax, belə. Belə, xanım müəllimə, yaxşıdır əslində, biraz da, yəni testlərlə daha da inanıram ki, möhkəmlənəcəksiniz. Yenə də indi mən açar sözlərini də sizə göndərəcəm. Daha doğrusu yaşlılar üzrə oyunlarında, yaşlara görə oyun fəaliyyətini də atacağım sizə. Çalışın açar sözlərin olan PDF-ni daha yaxşı nəzərdən keçirin ki, çünki testlərin öhdəsindən gəlmək üçün, yəni ən unikal vasitə odur. Qarışdırmamaq üçün.
Aha, təşəkkür eləyirəm sizə. Təşəkkür edirəm. Aha. Deməli, burada müəllimlərimizdən bir dəqiqə, mən burada bizim dinləyici qismində qoşulan müəllimlərimiz var. Burada Həsən Həsənli profili olan müəlliməmiz. Aça bilirsiniz mikrofonu müəllimə. Sonra Həbib İbrahimov yazılan profilli müəlliməmiz. Aça bilmirsiniz müəllimlər mikrofonu. Aha. Yaxşı. Belə müəllimlər, ümumiyyətlə kimlər istəyirsə sorğu-sualda könüllü iştirak edə bilərsiniz. Yəni çünki bu gün güşələrdən oyunları inteqrasiyalı kimi, yəni daxili inkişaf etdirici mühit ümumiyyətlə fəaliyyət mərkəzləri ilə bərabər vermişdim. Əgər kimlər istəyirsə dərsiz olaraq qoşulan müəllimlərimizdə könüllü olaraq iştirak edə bilərsiniz. İştirak etmək istəyən müəllimlər varsa buyurun. Heç kəs iştirak eləmək istəmir müəllimlər. Salam müəllimə, axşamınız xeyir. Axşamınız xeyir, təşəkkür edirəm. Yaxşı olasınız müəllimə. Müəllimə, oyunlar haqqında istəyərdim sual vermək, amma Yəni ümumiləşdirici indi siz bilirəm birdən-birə oldu. Yəni bəli. Yəni bazalı olan müəllimlər, ən azından mövzu üzrə anlayışı olan müəllimlər özünü yoxlamağa dəyər. Çünki ümumiləşdirici indi o ödənişli müəllimlərlə məsəl üçün onlara tapşırıq vermişəm, hər şeyi vermişəm deyə onlarla ağır inteqrasiya edirəm, yəni əlaqələndirirəm. Yəni kimlər istəyirsə könüllü şəkildə, yəni buyurun. Aha. Fatimə müəllimə istəyirsinizsə buyurun. Kəmalə. mən müəllimə istəyirəm. Üzr istəyirəm müəllimə. Buyurun, bircə dəqiqə. Xanım müəllimə. Mən də istəyirdim bir neçə sual verəsiz özümü yoxlamaq üçün. Buyur, müəllimədən sonra inşallah imkan olarsa mən də. Oldu. Yaxşı. Yaxşı. Buyurun Fatimə müəllimə. Belə deyək də, yəni oyunların əhəmiyyətini dedik. Ümumiyyətlə oyunların hər 4 inkişaf sahəsi üzrə uşaqların belə deyək də həyatında mühüm rolunu yəni qeyd eləmişik. Amma mən daha çox istəyərdim ki, bax bu gün məsəl üçün də daha çox testlərdə düşür ki, tutalım belə deyim də, yəni o didaktik oyunlarla yaradıcı oyunları əlaqələndirmək. Məsəl üçün biz didaktik oyunu bilirik ki, fiziki inkişaf, idraki inkişaf götürürük, amma yaradıcı oyunu estetik yaradıcı inkişaf sahəsi olaraq götürürük. Gəlin biraz belə əlaqələndirək didaktiklə yaradıcı oyunları. Müəllimə, yaradıcı oyunlar uşaqlar tərəfindən oynanılan oyundur. Yaradıcı oyunlar 3 yerə bölünür. Sujetli rollu oyunlar, Bəli. dramlaşdırılmış oyunlar, bir də konstruktor tikinti oyunları. Sujetli rollu oyunlar müəllimə uşaqlar elə bir necə deyim, bir şəxsiyyət kimi şəxsiyyəti formalaşır. Necə şəxsiyyəti formalaşır deyəndə, yəni ki, uşaqlar bir şəxsiyyəti canlandırırlar, imitasiya edirlər. Amma dramlaşdırılmış oyunda nağıl qəhrəmanlarını oynayır, təmsil edirlər, təqlid edirlər. Sonra konstruktorlarda yəqin ki, o aiddir fiziki inkişaf sağlamlığa, müəllimə, orada tikinti quraşdırırlar. Quraşdırma oyunlarından istifadə edirlər. Tikinti quraşdırıcıda məsəl üçün bu oyunlarda uşaqlar nəyi necə quraşdırırlar məsələn? Müəllimə, blokları üst-üstə yığırlar məsələn. Aha. Blokları üst-üstə yığırlar, sonra qaraj düzəldirlər, güllə düzəldirlər. Bəli. Və burada uşaqlarda belə deyək də ölçü anlayışı, tutalım əşyaların formasına, rənginə görə ayırmaq, düzdürmü? Təsəvvürlər formalaşır artıq uşaqlarda ki, uşaq bilsin ki, tutalım ya qaraj qururamsa, ev qururamsa, hansı müxtəlif ölçülü kubiklərdən, legolardan və yaxud da hansı rəngin hansı rəngə qruplaşdırılması, düzdürmü? Yəni uşaqlarda mütləq etalon anlayışı artıq formalaşmış olur. Yaxşı. Müəllimə, siz dramlaşdırılmış oyunu bir dənə mənə ətraflı deyə bilərsiniz?
Müəllimə, dramlaşdırılmış oyunda orada nağıl qəhrəmanlarını ancaq imitasiya eləyirlər, yamsılayırlar. Məsələn, Turk nağılında babanı imitasiya eləyirlər, sonra nənəni, sonra qırmızı papaqda qırmızı papağı imitasiya eləyə bilirlər. Hansında səhnələşdirmə böyükdür? Süjetli Dramlaşdırılmış. rolluda yoxsa dramlaşdırılmışdı? Dramlaşdırılmış da müəllimə, Nəysə, dramlaşdırılmış. Aha, çünki bir süjet xətti kompozisiya var, düzdürmü? Bəli müəllimə, Ay sağ ol. Yaxşı. ardıcıl olmalıdır. Aha, süjetli rollu oyunlar ümumiyyətlə necə seçərsiniz testdə düşsə? Sujetli rolu əgər hər hansı bir şəxsiyyəti təqlid edirsə, məsələn, valideynimi, atanı, ananı, tibb bacısını, mağazada satıcını, yəni əgər hər hansı bir şəxsiyyəti necə deyim, təqlid edirsə, onu götürərəm sujetli rollu. Aha, yaxşı. Nə zaman rola girir uşaqlar? Uşaqlar o zaman rola girir ki, müəllimə, məsələn, həkim roluna girirlər. Məsələn, mən gəlir ki, müəllimə 1-3 yaşından sonra girirlər. Yəni 3 yaşından sonra girirlər. Yox, Çünki ümumiyyətlə düzdür, 3 yaş götürülür, yəni 3 yaş, 3 yaş üzəri, amma uşaqların hansısa rola girərək rolu canlandırması, onu imitasiya etməsi, məsəl üçün konkret olaraq, yəni ki, böyükləri imitasiya şəklində, məsəl üçün nəyə görə deyirik ki, həkimin obrazını canlandırır, məsəl üçün xəstəyə iynə vurması, yaxud da orada yəni verilir axı konkret olaraq bizdə yəni özünü həmin rolda bənzətməsi kimi. Yəni bu daha çox, imitasiyanın rolu daha çox güclüdür burada. Yaxşı. Hansı güşələrimiz var, bilirsiniz? Riyaziyyat güşəmiz var, təbiət güşəmiz, Aha. gəlinci Güşələrə verilən tələbləri bilirsinizmi? Güşələr Bilmə, necə olmalıdır? uşaqların əl çatan yerdə olmalıdır. Bəli. Uşaq güşəsi məsələn işıqlı yerdə olmalıdır. Biraz havalandırma orada yaxşı olmalıdır. Sonra gəlincik güşəsində məsələn belə bir tələblər vardır ki, uşağın məsələn kimyəvi maddə olmamalıdır. Orada uşaq onu Bəli. oynayanda, yəni orada onun necə deyim, Yox, daha çox ekoloji baxımdan təmizliyinə və yaxud da formasının kəskin həm qoxulu olmamalıdır, həm uşağın belə deyək, təhlükəsiz baxımdan Bəli, həm psixi inkişafında qorxunc falan o psixi inkişafına təsir eləməməlidir ki, çünki uşaqda bir növ mənfi bir obraz canlanmasın da uşağın gözü qabağında. Ona görə biz deyirik ki, daha çox uşağın psixi inkişafında gəlincik güşəsini götürürük. Təşəkkür edirəm Fatimə müəllimə, yaxşıdır. Çox sağ olun müəllimə, Allah razı olsun. Sağ olun. Sizin səsiniz belə xoş gəldi mənə həqiqətən. Dedim qoy 2 dəfə qoşulmuşam qrupunuza müəllimə. Başqa müəllimə deyəsən olurdu hər dəfə də. Bu səfər də səsiniz çox mənə xoş gəldi. Təşəkkür edirəm. Allah Allah razı olsun. sizdən cümləmizdən razı olsun. Siz sağ olun. Xanım müəllimə, xanım Məmmədova. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir xanım müəllimə. Siz hansı mövzu istəyirsinizsə mən sizi sorğu-sual edə bilərəm. Yəni əgər bu indi bizim ödənişli dərsin mövzusuydu bu gün. Hansı mövzuda rahat istəyirsinizsə buyurun. Şöyle oyun haqqında danışardım. Yəni öz təcrübəmdən danışardım. Deyim ki, mən belə dəqiq oxumamışam. Sadəcə indi qulaq asdım. Yəni oyunları siz sual edirsiniz. Oyunlar da uşaqların həqiqətən idrakına, sonra gedib 4 inkişaf sahəsində də uşaqlara yardım edir. Onların nitqidir, formadır, rəngdir, yəni yaradıcıdır. Bunlar hər bir sahədə uşaqlara yardım edir, kömək edir. Onların inkişafına xidmət edir. Sonra buyurun siz verin, mən də görüm bildiklərimi Müəllimə, deyərəm. oyuncaqlara hələ ki heç bir müəllimlə toxunmadım. Oyuncaqlar bugün biz bilirsiniz ki, oyuncaq daha çox obyektdir, yəni uşaqların əşyavi manipulyattiv dönəmində baxın, oyuncaqların nə kimi böyük əhəmiyyəti var? Bəli, oyuncaqlar demək olar ki, uşaqlar üçün əyani vəsaitdir hər bir sahədə. Uşaqlar, deməli, oyuncaqlar bayaqlarda müəllimə dedi, yəni ki, onlar kimyəvi
olmamalıdır. Sonra uşaqların həm psixi, həm də səsli oyuncaqlar var ki, uşaqlara təsir eləyir. Çünki hal-hazırda bildiyimiz kimi uşaqlar hamısı əsəbidir, psixoloji problemli uşaqlarımız daha çoxdur. Bəli. Yəni ümumiyyətlə rənginə, formasına, onun tibbi cəhətdən uyğun olması, yəni uşaqlar üçün bu önəmlidir. Bax, bugün kurikulumda da, müasir kurikulumumuzda da Artinin mənbələrində oyuncaqlara verilən müəyyən tələblər vardır ki, onlar yəni testlərdə də düşür ki, əsas nədir? Bax, o siz dediyiniz kimyəvi maddələrdən hazırlanmaması, kəsici, deşici, ituculuqlu olmaması, estetik cəhətdən təbii ki, xoş görünüm bağışlanmalıdır ilk etapda, yəni daha sonra daha xırda kiçik hissəciklərə bölünməməlidir ki, az yaşlı uşaqların, daha çox da yastik qrupunda uşaqların udmaması üçün, sağlamlıq həyatına, yəni risk faktor olmaması üçün həqiqətən də. Udmaqdan əlavə də Kəmaləm, onlar yəni burunlarına, qulaqlarına, yəni belə də eləyir. Doğrudur. Doğrudur müəllimə. Yəni ümumiyyətlə də yəni gəlincikdə də dediyimiz kimi çox bərk materialdan olmamalıdır. Yumşaq estetik, ekoloji baxımdan rahat istifadə edilən əleyatım olmalıdır. Təbii ki də uşaq yönümlüyə əsaslanaraq uşağın yaş xüsusiyyətlərinə, yaş səviyyəsinə uyğun olmalıdır ki, hər qrup üzrə və öyrədici də təbii ki, koqnitiv, öyrədici xarakter daşımalıdır. Yəni bu əsas tələblərdir. Məsəl üçün didaktik oyuncaqlar hansılardır bilirsiniz? Bəli, stolüstü çap oyunlardır. Yox, didaktik oyuncaqlar, oyunlar yox. Hə, oyuncaqlar. Elə biri stolüstü çap oyunlar üçün olanlar, bu bir. Minolar. Bunlar deyil müəllimə? Kartlar, dominolar. Onlar oyunlarda istifadə olunan resurslardır, bəli, doğrudur. Amma oyuncaq deyəndə məsəl üçün deyirəm ki, didaktik daha çox hissələri ayrılan oyuncaqlar. Hissələrə bölünür, uşaqlar yığır, hissələri tapıb yığır. Qurmaq üçün olan, hansı ki o konstruktor, quraşdırıcı oyuncaqlar, indi bunlar da qurma üçün oyuncaq. Yəni bu ilə o bildiyimiz o şeylərdir, hansı ki stolüstü çap oyunlarında yer alan. Bəli. Kubiklər. Ay sağ olun. Eynidir demək olar ki. Müəllimə, yaşlara görə bilirsinizmi oyun fəaliyyətini? Müəyyən qədər, yəni dinləmişəm, müəyyən qədər bilirəm də. Yəni dəqiq bilmirəm. Siz bərabər analiz eləyək. Burada bilməyən müəllimlər də bilsin. Məsəl üçün, gəlin 1-2 yaş oyun dönəmindən elə başlayaq. Birinci körpələr 1-2 yaş oyun dönəmində məntiqlə, heç bilməsək də belə, məsəl üçün deyirəm, məntiqlə yanaşaq ki, məsəl üçün, bugün qarşımıza düşəndə ki, 1-2 yaş dönəminə xas olan oyun sferası desə, bu dövrdə nə götürərik məsələn? Kublar, müəllimə, onlar əsas uşaqlar, kiçik yaşlı uşaqlar kublarla oynamağı xoşlayır. Sonra toplarla oynamağı xoşlayır. Gəlinciklərdir. Yəni o yaşa uyğun gəlinciklər olmalıdır. Yəni tüklü oyuncaqlar olmaz. Çünki uşaqlar kiçik olduğu üçün onun ağızlarına sala bilərlər. Bəli, bəli. Bax, oyuncaq dedik. Daha sonra bax, uşağın sensor təcrübəsinin inkişaf dönəmidir də, düzdürmü? Hissi qavrayışı. Ona görə də sensor və hərəkət fəaliyyətini inkişaf etdirən oyunlar verməlisiniz toxunaraq. Toxunsun, həm hərəkət eləsin, həm də uşaqda şən müsbət emosiya formalaşdırılsın. Həm də görürsünüz, eyni zamanda sosial-emosional sferada formalaşır. Yaxşı. Uşağın çalışın üstünlük verdiyi oyuncaqları, demirəm indi təbii ki, sağlamlıq baxımından təhlükəsizlik o önəmsəməlidir o heç. Amma çalışaq maraq dünyası, o körpədir də, yəni onu maraqlandıran, zor fəaliyyət, zor məcbur nəsə bir şeyə təhrik eləməyək də, uşağın daha çox üstünlük, sevimli bir əşyasının əhatəsini genişləndirək. Daha sonra üçün şifahi uşaqda bir yavaş-yavaş danışmaq, nitqini açmaq üçün körpədir də. Məsəl üçün oyuncağı göstərə bilərsiniz uşağa. Deyərsiniz ki, bunun adı nədir? Məsəl üçün ən sadə ilə topdan başlayaq körpədir. Hansısa bir oyun, sonra deyirsiniz ki, həmin o adı çəkilmiş oyuncağı qarışdırırsınız oyuncaqların içərisində və deyirsiniz ki, içindən tapın, mənə tap bir də oyuncağın adını mənə de. Və yaxud da topu mənə ver. Oyuncaqların içindən seçə bilərəm. Burada müəllimə sensor dedikdə, məsələn, burada rəng yanlaşdır. Məsəl üçün, rəngli toplar ola bilər. Qırmızı topu ver mənə və yaxud da qırmızı kubu ver mənə. Çünki
Elə bilirəm ki, kiçik yaşlı uşaqlar hardasa 3 dənə rəngi bilirlər də, səhv eləmirəmsə. Yəni əlbəttə ki, bildiyi rənglər, məsəl üçün hansı rəngi tutalım uşaq tam rahat qavrayır, bilirsə ki, konkret olaraq məsəl üçün günəş sarıdır. Hə, günəşi mən sarı bilirəm, qırmızı demirəm. Mavi, səmanı da mavi bilirəm. Hə, konkret artıq o rəngə uyğun, o etalona uyğun olaraq siz uşağa əşyanı tapa bilərsiniz ki, məsəl üçün filan rəngdə əşyanı, hə, oyuncağı tap mənə deyə. Həm rəngi anlayışı, qavrayışı formalaşır, həm uşaqda artıq idrak inkişaf eləyir. İdraki sferaya əsaslanan şifahi nitqi artıq yavaş-yavaş uşaq ən azından nə edir? Yavaş-yavaş kəlmə-kəlmə sözləri deyə bilir. Aha. Doğrudur müəllimə. Yaxşı, 2-3 yaş oyun dönəmi artıq biraz da bir pillə qalxırıq ikinci körpələrə. İkinci körpələrdə artıq uşaqlar nə edirlər? Artıq uşaq qavrama psixi proses inkişaf edir axı, orta qrupa doğru gedirik. Hələ təfəkkür yoxdur burada. Hələ şuurlu mənimsəmə yoxdur. Ona görə də uşaq başa düşdüyünü, eşitdiyini, qarşısında tutalım ki, tərbiyəçidən, müəllimdən eşitdiyini ifadə etməyə başlayır artıq. Dinləyir, anlayır, artıq yavaş-yavaş sözlərdən deyərək ifadə eləyir. Çünki nə edir? Yavaş-yavaş uşaq sosiallaşmağa doğru gedir. Kommunikasiyanın ilkin bünövrəsi qoyulur, yəni. Ona görə də uşaq da həmin oyun sferasında uşağın kommunikativ, idraki, motor bacarıqları inkişaf edir. Motor odur ki, əl işləyir, həm də beyin işləyir. Həm qavrayış prosesi əsaslanaraq əllər hərəkət eləyir, atır, tutur, yığır, sökür, qoyur, həm də ki, deyir. Kommunikativ. Artıq eyni zamanda qavradığını təbiəti sual verərək ona deyir. Yavaş-yavaş problem həll etmə bacarığına doğru uşaq gedir. Yavaş-yavaş demirəm, ha, problem həll edir. Xeyr, hələ ikinci körpələrdəyik. Və nə edir? Uşaq, çünki artıq uşaq öz bacarıqlarından xəbərdar olur, artıq bu onu motive edir və oyunda uşaq axtarışı sevən uşaqdırsa, əgər uşaq oyuncağı axtarışı sevən uşaqdırsa, hər hansısa bir problemin həllini də çözməyi ona tapşırsan, artıq yavaş-yavaş bacarıb öhdəsindən gələcək də. Yəni ikinci körpələrdə bunun bünövrəsi qoyulacaq. Bəli. Aha. Orta qrupa gələk. 3-4 yaş dönəmində. Orta qrupda artıq elə bilək ki, onlarda daha inkişaf başlayır. Demək olar ki, o bağça qrupu olduğu üçün uşaqların həm idraki, həm kiçik, böyük motor hərəkətləri də inkişaf edir. Özə ki, biz bilirik ki, kiçik və böyük motor hərəkətləri nə qədər çox olarsa, uşaqların idraki da. Yəni, düzdür, böyük motorda fiziki inkişafa aiddir, amma ki, kiçik motorda isə o idrak, təfəkkürdür, bunlar hamısı inkişaf eləməyə başlayır. Oyunun, bayaq mən dedim, yəni oyunun həqiqətən böyük əhəmiyyəti vardır. Burada uşaqların nitqi də inkişaf edir. Çünki orada sözləri, rəngi, formasının adını deyə-deyə və ünsiyyət qurduğu halda onların həm əməkdaşlıqları genişlənir, həm də nitqi. Bəli, bəli. Çünki kommunikasiyaya gedən yol nitqdən başlayır. Nitqi inkişaf edən uşaq rahat artıq ünsiyyəti də başlayacaq. Çünki ünsiyyət nədir? Uşağın düzgün şərh edə bilməsi. Uşağın kommunikasiya, ünsiyyətə girə bilməsi, dialoqa girə bilməsi. Dialoqa girə bilən uşaqda da artıq kooperativ bacarıqlar inkişaf edəcək, əməkdaşlıq. Əməkdaşlıq olur. Ay, sağ olun. Təşəkkür edirəm xanım müəllimə. Çox sağ olun. Razı olun. Həqiqətən. Çox gözəl ünsiyyət oldu. Allah razı olsun. Sağ olun cümləmizdən. Və Ülfət Həbibov yazılan müəlliməmiz, əl işarəsi qaldırmısınız. Salam, axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Özünüzü təqdim edə bilərsinizmi? Bəli, Həbibova Ülfət. Aha. Ülfət müəllimə, bax istəyirsiniz elə davam eləyək yaşlara görə. Məsələn, bax, orta qrupda deyirik ki, oyunda artıq konkret məqsəd qoyulur. Çünki artıq uşağın, belə deyək də, körpələr qrupundan çıxan bir dönəmidir. Düzdür, orta qrup da kiçikdir, amma təfəkkürün növrəsi qoyulduğuna görə uşaq artıq məqsəd yönlü fəaliyyətə təhrik olunur. Yəni, oyun qaydaları ilə uşaq razılaşa bilir, onlarda artıq oyun qaydalarına riayət etmə bacarıqları formalaşır. Uşaqda bir rəqabətə meyllənmə, bir qalib gəlmə kimi hisslər formalaşır.
tutalım ki, yəni ona görə də artıq 4-5 yaş dönəminə doğru istəyərdim ki, siz davamını gətirəsiniz böyük qrupda. Hı -hı. E, Necə başa Böyük düşürsüz? Aha. Böyük qrupda daha çətin olur da uşaqlarda oyunlar, yəni qaydalar qoyulur. Ha. Çünki Qaydalar. konkret aparıcı fəaliyyət olur deyə oyun. Bəli, burada rolların yerinə yetirilməsi, məsəl üçün, tutalım ki, uşağın hansısa bir rola girməsi, onu canlandırması, müstəqil şəkildə qaydalar müəyyən olunur artıq. Riayət etmə, müstəqil, yəni bir növ uşağın şəxsi və sosial məsuliyyət səriştəsi inkişaf edir bu öz qaydasında. Sonra nə əlavə eləmək istəyirsiniz? Yaxşı. Belə deyək də, oyun qaydalarının razılaşması, oyun qaydalarına riayət etmək bacarıqlarının formalaşması, bunların hamısını dedik. Artıq burada böyüklərlə uşaqların birgə oyununun, yəni birgə sosial mövqelərinin təşkilidir artıq. Çünki uşaq artıq tamamilə real məqsədli, yönümlü bir oyunu dərk etdiyinə görə uşaqda artıq belə deyək də, konkret olaraq uşaq öz qarşılıqlı belə deyək də, insanın oyunda oynadığı ilə, tutalım ki, oyunla real aləm vəziyyətindəki fəaliyyətini müqayisə eləyə bilər uşaq. Çünki nəticə çıxarır, müqayisə eləyir. Rola girərək təbii ki də. Amma artıq 5-6 yaş dönəmində, məktəbə qədər dönəmdə neyniyər uşaq? 5-6 yaş dönəmində. Qaydaları yəni özləri qoya bilirlər müəllimə, tərtib edə bilirlər. Hə, onu eləyirlər. Bəli, onu böyük qrupdan artıq o qoyulur. Çünki artıq müstəqil şəkildə qayda müəyyən olunur, riayət edilir. Artıq 5-6 yaş dönəmində də daha uzun müddətli rollu oyunlara uşaqlar köklənirlər. Çünki məsəl üçün biz bayaqdan puzzle oyunları falan didaktik oyunlar deyirik. Yəni bunların daha uzun müddətli koqnitiv oyunlarla məşğuliyyət belə deyək də uşaqlarda, çünki konkret 5-6 yaş dönəmi birbaşa, yəni idraki inkişaf sferasının ən yəni yüksək dönəmidir. Ona görə də uşaqlar, yəni uşaqların inkişafı, təlimi üzrə yəni daha çox belə deyək də mürəkkəbləşir, yəni oyunun xarakteristikası. Ona görə də hadisələr konkret olaraq uşaqlar fərqləndirməyi bacarır, oyundan zövq ala bilirlər. Yəni açar sözlər bunlardır müəllimlər. Testdə də düşəndə konkret olaraq hadisələri belə deyək də baxış anı, baxış bucağının formalaşması, onların fərqləndirilməsi, oyuna marağının daha uzun müddətli xarakter daşıması və didaktik puzzle oyunlarının, yəni belə deyək də uşaqların idraki inkişafında daha mürəkkəb xarakter daşıması budur. Yaxşı müəllimə, siz mənə ümumiyyətlə simvolik oyun haqqında məlumat verə bilərsinizmi? Simvolik oyunlar, yəni uşaqlar xəyali oyunlardır da müəllimə. Aha, bəli. Özləri yəni xəyal qurub hansı bir əşyanı, məsələn telefon kimi işlədir. Yəni özləri tərtib etdikləri oyundur. Bəli. Özləri qurduqları oyunda, yəni öz xəyallarında canlandırırlar da. Aha. Bax, simvolik oyunlar özü də 2 yerə bölünür deyirik. Hansılardır? Bilirsiniz, yadınızdadırsa. Konstruktiv və dramatik oyunlar. Dramlaşdırılmış yox ha, dramatik. Dramlaşdırılmış, o yəni o yaradıcı oyunların içində yer alan sujetli rollu dramlaşdırılmış, o kompozisiya sujet xətti olandır. Amma bu simvolik özü də 2 yerə bölünür. Konstruktiv və deməli dramatik oyunlar. Dramatik oyunlar daha mürəkkəb xarakter daşıyır. Çünki dramatik oyunlarda artıq elə deyək də uşaqlar neyniyir? Uşaqlarda həm belə deyək də imitasiya daha güclənir. Yəni uşağın belə deyək də həm əqli, həm emosional cəhətdən inkişaf səviyyəsi artıq onu göstərir ki, uşaqlar fərqli cinsləri qəbul edə bilirlər, fərqlilikləri başa düşə bilirlər. Yəni uşaqlar gördüklərini, duyduqlarını, eşitdiklərini ümumiyyətlə
onu təcrübədə, yəni qazanırlar həmin o oyun vasitəsilə, yəni belə deyək. Ona görə də bu hisslərdən, yəni bu toxunaraq, yəni lamisə üzvləri ilə toxunaraq hiss etdikləri həmin o hisslər vasitəsilə uşaqlar belə deyək də, onları aşkar etmək üçün xəyali oyunlardan istifadə edirlər. Yəni bu daha çox dramatiki biz belə deyək də mürəkkəb xarakter götürür. Çünki uşağın dünyanı dərk etmə, daha çox uşağın dünyanı anlandırma üsuludur ki, çünki baxın, ilk ağlına gələnləri tutalım ki, uşaq məsəl üçün nəyi görmək istəyir, nəyə də rola girmək istəyirsə, onu artıq canlandırmaq istəyir uşaq. Ona görə də oyun terapiyası bir növ 2 yaş yarımdan başlayır. 2 yaş yarımdan elə düz 12 yaşa qədərki dönəm uşağın xəyali oyunlar oynaması dönəmidir. Yəni məktəb dövründə də, hətta kiçik məktəbli yaş dövründə də uşaqlarda xəyali oyunlar sferası hələ də davam edir. Aha. Təşəkkür edirəm Ülfət müəllimə. Çox sağ olun. Siz sağ olun. Belə müəllimlər, yəni belə kimsə əlavə istəyirsə, biraz görüşələrlə bağlı. Çünki burada bizdə ödənişlidə müəllimlər bir neçəsi hələ qoşulmayıb, həm də dinləyici mövqeyində olan müəllimlərimiz var ki, yəni onlar sual-cavabda iştirak eləmirlər. Ona görə də yəni istəyirəm ki, onlar üçün də yəni ümumiləşdirilmiş danışırıqsa, yəni qarşılıqlı danışaq. Müəllimə, testdə Bəli, Pəri müəllimə. buyurun. Şəkilli oyunlar testində 2 dənə sualım var. Baxardıq zəhmət olmasın. Şəkilli oyunlar testinə. Bircə Bəli. dəqiqə müəlliməm. Buradan aktiv edeyim. Siz mənə zəhmət olmasa testi siz oxuyun. Aha, bəli, Telefon oxuyuram. yanımda deyil, ona görə deyirəm. Bəli. Aha. Burada amma şəkil var müəllimə. Şəkil atım qrupa. Siz mənə zəhmət olmasa skrin eləyin, qrupa atın bir zəhmət. Yaxşı müəllimə. Aha. Çünki telefon yanımda deyil. Bəli, atdım. Bircə dəqiqə. Müzakirə qrupuna atın. Aha, bəli müəllimə, buyurun. Burada 23-cü sual. Oxuyum müəllimə. Bir dəqiqə müəllimə. Deyir, Aha. oyunun növünü müəyyənləşdirin. Burada uşaqlar bir-birinin belindən tutub, yəni dartırlar da bir-birlərin. Mən burada mütəhərrik götürdüm. Ancaq cavabda D variantı çıxıb qaydalı oyun. Mən müəllimə, yəni qaydalı didaktiv oyun, yəni bura aidiyyatı yoxdur deyə ona görə mən didaktik öyrədici kognitiv idrakdır. Bəli. Yəni hərəkət var deyə daha çox Aha. yəni hərəkət var deyə daha çox mütəhərrikdir də. Yəni cavabdanmı D variantı çıxıb. Bilirsiniz müəllimə burada niyə beyniniz qarışıb? Əslində doğrudur, cavab D variantıdır, qaydalı oyundur. Biz axı qaydalı oyunlarda demişdik ki, ümumiyyətlə mütəhərrik oyun var, bir də qaydalı mütəhərrik oyun var. Qaydalıda konkret bir qayda var. Həm də belə deyək də xalq tərəfindən yaradılan oyunlar var ki, orada məsəl üçün indi mən sizi başa düşürəm. Burada indi bir çox müəllimlər də səhv edir. Məsəl üçün konkret baxırsan ki, sanki idman hərəkəti kimi bir-birlərinə tutub dartınma oyununa oxşuyur. Ona görə burada məsəl üçün amma burada konkret qaydanı məsəl üçün verir ki, uşağa biri var adi hərəkətdir. Uşağın adi məsəl üçün də o kinestetik hərəkəti, tullanması, qaçması, məsəl üçün klas oynaması və yaxud da nə bilim o hansısa o məsəl üçün idman elementli hərəkətlərin yerinə yetirilməsi onlar konkret mütəhərrikdir. Amma burada bir qayda verilirsə, o qayda əsasında uşaqlar ardıcıl, baxın ardıcıl olaraq eyni vaxtda işi icra edib dartınma vasitəsilə hərəkət edirlərsə, bu qaydalı oyun olur müəllimə. Yəni ilk dəfə işləyirsiniz deyə normaldır, yəni bunun səhv çıxmağı da, yəni sıfırdan başlayabilirsiniz. Bəli. Bir də müəllimə 32-də oyun növünü müəyyənləşdirin. Bunu bilmirəm harda yazmışdım bir dəfə. Deyəsən səhv eləmirəmsə Telegramda yazmışdım. Mən orada D variantı götürdüm. Sujetli rollu oyunlar. Cavab düz çıxdı. Ancaq Telegramda xatırlayıram ki, orada simvolik oyun çıxmışdı. Simvolikdir müəllimə. Baxın, Legonu götürüb qulağına telefon kimi istifadə eləyir. Bənzətmə var. Valideyni də yanında oturub
Sanki bunlar bir-birlərinə ana-bala telefondan danışırlarmış kimi. Baxın, elə bir canlanma var burada. Yadınızda qalsın, bayaq simvolik oyunda da, baxın, müzakirədə elə sual-cavabda dedim ki, nəyisə bənzətmə. Tutalım ki, götürür, qazanın Bəli, qapağını bənzədir maşının roluna. bəli. Aha. Müəllimə, onu bilirəm. Ancaq bilirsiniz niyə mən burada C götürdüm? Sujetli rollu oyunda da orada deyir ki, yəni böyüklərin hərəkətlərini təqlid edir. Ona əsasən mən elə götürdüm sujetli rollu oyunlar. Aha. İndi böyüklərin hərəkətini təqlid etməsi, müəllimə, orada konkret rola girməsi var. Rollu. Axı burada bir rol yoxdur. Uşaq nəyə rola girib burada imitasiya eləsin ki? Uşaq konkret əlində əşyanı götürür, göstərir ki, məsəl üçün qulağıma tutmuşam, danışıram, telefonu canlandırır. Aydındırmı? Və yaxud da başqa bir obraz verərdi ki, sanki ki, burada kuklasına nəsə bir canlandırma eləyib, öz böyük adam kimi də, yəni uşaq kimi onu yedizdirir, içizdirir, baxım edir. Yəni bunlar hamısı simvolikdir, müəllimə. Cansız əşyanın nəyisə bənzətmə varsa, gözünüz bənzədir. Leqonu telefona bənzədir. Burada rol yoxdur axı ki, baxa ananı imitasiya eləyə. Yəni testdə sürüşdürməli olubdu. Yəni cavabı səhv Bir daha harda qarşınıza çıxsa, bu cür oyunlar simvolik oyunlardır. Bəli. Onda da elə sujetli götürmüşdüm, indi də elə götürdüm, səhv elədim. Bir də olmaz. Diqqətli olun. Yox, ilk dəfə üçün sıfırdan başlayan müəllimsiniz, yəni normaldır, narahat olmayın. Yəni bu cür testlərlə öyrənəcəksiniz. Sual-cavabda da müəllimə deməyim odur ki, inteqrasiyalı, əlaqələndirərək. O əlaqələndirməni də mən sizə video izahda açar sözlərlə də deyirəm. Hətta qabağında deyirəm bərabərdir. Məsəl üçün hansı psixi proses, hansı məşğələnin mərhələsi, məsəl üçün deyirəm hansı iş forması və yaxud da hansı güşə, hansı oyunla bərabərdir. Bunları mən deyirəm axı müəllimə. Yəni bunları yazın dəftərə. Yaddan çıxan şeylərdir. Bugün məsəl üçün indi mən özüm də müəlliməm. Mən o demək deyil ki, mən bu belə deyək də proqramın mütəxəssisiyəm. İnsanam, mənim də yadımdan çıxır, karıxıram, qarışdıra bilirəm. Dəftərə qeyd eləyin ki, möhkəmlənsin ki, bəli, mən sizin üçün deyirəm ki, sabah siz testdə yüksək nəticə əldə eləyəsiniz. Bəli, müəllimə, sağ olun. Siz sağ olun. Başqa sual varsa, Pəri müəllimə, testlərlə bağlı digər oyun sınaqları mən sizə göndərmişdim, oyunun testləri və yaxud da xanım müəllimə. Xeyr, müəllimə. Xanım müəllimə Səfərova bizim müəlliməmiz testlərlə bağlı. Bəli, müəllimələr, orada 33-cü sualda oyunun növünü müəyyənləşdirin. Orada uşaqlar bir qabın içərisinə giriblər də. Mən telefonumu gətirim, siz testi deyin, bircə dəqiqə. 33-cü testim. Bəli. Aha. Şəkilli testi müəllimə. Bəli, müəllim. Orada şəkilli oyunda. Bəli. Oyun testində 33-cü testdə, bəli. Bəli. Mən onu sərbəst oyun götürmüşdüm. Aha. Amma çıxıb şəklə görə oyunun növü. Burada deməli uşaqların hər biri sanki belə vanna kimi içərisinə giriblər. Hər 3-4 uşaq yəni bölünüb. Bircə dəqiqə. Qruplar şəklində bölünüblər. Burada müəllimə konkret olaraq əməkdaşlıqdır. Yəni bölünmə varsa, qrup varsa, uşaqlar özdə görürsünüz sosiallaşıblar, hamısı eyni vaxtda eyni fəaliyyətin icrasıdır. Əməkdaşlıq oyunlarıdır. Əgər çoxsuz suallar, mən ekranı gətirim test ekrana ki, digər müəllimlərimiz də bilsin ki, söhbət hansı testlərdən gedir. Neçə dəqiqə. Başqa var sual? Başqa var idi. 21-də var idi mənim sualım. Şəkilli testlərlə bağlıdır. Bəli. Aha, 21. Bəli. Siz baxın 21-ə, mən indi ekranı gətirirəm bircə dəqiqə. Nə deyir? Burada da şəkildir, hə. Bircə dəqiqə, mən ekrana gətirim, üzr istəyirəm, çünki müəllimlərdə qaranlıq qalar bu.
Görün ekran gələndə mənə deyərsiniz müəllimlər. Görün ekran gəldi müəllimlər. Gəldi müəllimə. Gəldi. Aha. 21-ci test. Aha, buyurun xanım müəllim. Hə, burada mən sərbəst oyun götürmüşdüm. Amma çıxmışdı ki, qaydalı oyun. Bir dəqiqə baxın. Baxın diqqətlə şəklə müəllimə. Bir dəqiqə. Burada uşaq düzdür, yerdə mən tam görə bilmirəm burada. Yəni bir neçə uşaq yığılıb. Burada konkret Çap nəyəsə oyunu, bunlar stop. baxırlar. Bir dəqiqə. Amma yəni bu hissədə konkret uşaqlar nəyisə bir işi icra eləyirlər. Yəni əgər burada belə yenə də deyirəm, əgər burada indi xalq belə deyək də qaydalı oyunlarda məsəl üçün biz nə deyirdik? Müəyyən bir qaydanın olması, ardıcıllığın gözlənilməsi. Əgər tərbiyəçi müəllim tərəfindən hansısa qayda verilibsə ki, məsəl üçün eynən bu biri Pəri müəllimə dediyi oyundakı kimi. Yəni hansısa bir qaydaya riayət olunma tələbi varsa, göstəriş verilibsə, uşaqlar onu ardıcıl sistemli şəkildə yerinə yetirməlidirlər. Yəni burada da qrup görürük, uşaqların bir yerdə belə deyək də sosiallaşmasını görürük. Yəni ola bilər ki, yəni o nöqteyi nəzərdən burada bu gün cavab D variantı qaydalı oyun olsun. Çünki burada Şahin müəllimənin testlərində yəni Kəmal, icazə olar mən danışım. buyurun. Kəmal, o da qaydalı oyundur. O bizim indi, yəni mən yaşda sizdən çox böyüyəm. Bəli. Yəni o bizim uşaqlığımızda oynadığımız, ola bilsin 4 daşdı və yaxud da 5 daşdı. O nəsə belə bir Mən şeydir. deyirəm də Çünki burada tam görmürəm müəllimləri. İnanırsınız bax bu hissədə. Bəli, görsənmir. Sadəcə olaraq o quruluşdan mən onu seçdim. Ümumiyyətlə bizə o imtahanda da elə şəkillər verirdilər ki, onlar yəni görsənmirdi. Onu nə məqsədlə elə eləyirlər, yəni o heç də yaxşı bir şey Əslində deyil. düzgün deyil də müəllimə. İndi bu yaş dönəmində müəyyən yaş dönəmindən olan məsələn sizin kimi xanımlar böyüyümsüz, hörmətim var. Yəni çətin olur axı o xanımlar, müəllimələr bəs necə seçsinlər? Ona görə də düzgün deyil. Yəni onu şəffaf formada tərtib eləmək lazımdır. Çünki baxırsan, hə, bax bu mən müəlliməni qınamıram. Sərbəst oyunda vermək olar. Tutalım ki, nəsə bir hərəkət varsa, hərəkətli mütəhərrik də vermək olar, məsəl üçün deyirəm. Əməkdaşlıq da olsa vermək olar. Çünki uşaqlar tam sərbəst formada tutan ki, fəaliyyətlə məşğuldurlar. Çünki sosiallaşma var. İndi müəlliməni mən qınamıram. Müəllimə burada bir necə seçsin ki, bu qaydalıdır. Konkret olaraq o nüans görünməlidir orada. Hə, onda qaldım belə müəllimə ki, bu nə götürüm? Sərbəst oyun götürüm. Hə, yəni o bizim nəsildən nəslə keçən oyunlar deyirik. Körpənin, yəni müəlliməmizin sözünə qüvvət, uşaq vaxtı oynanılan oyunlar var ki, onlar böyüyərək nəsildən nəslə, yəni ötürülür də. Bu oyunların heç vaxt, yəni əbədi yaşar oyunlardır da, tarixi ölmür müəllimə. Yəni o biz körpə vaxtı necə klass oyun oynayırdıq, nə bilim, əl üstə əl, nə bilim, əlimin içinə bir, nə bilim. Yəni bənövşədir, qazlardır. Bunlar yəni qaydalardır. Onlar görürsüz, yəni biz aşılayırıq növbəti öz uşaqlarımıza, yəni belə də ötürülür, yəni onlar ölmür heç vaxt. Unudulmurlar. Bu cür oyunlardır qaydalı oyunlar. Hansı ki, xalq folklorunun koloritli, köhnə belə deyək də qədimdən gələnlər. Sonra xanım müəllimə var. Sonra var idi 31 idi. 31. Pəri müəllimə sizdə var. Görün Pəri müəllimədə var. Xeyr müəllimə. Aha, əla, sizdə onda yaxşıdır da. 3-4 dənə səhvim olub burada. Aha. 31 bu olmalıdır. Bir dəqiqə baxım görüm cavabı hansı qarışmır? Yox, bu ayrıdır. 31 budur. Yoxsa bu biri isə bir dəqiqə elə verilib ki, heç bilmirsən budur, odur. 31 deyəsən bu birisi tərəfdir. Bu şəkil üzrədir. Baxın budur. Hə, nə götürmüsünüz burada müəllimə? Nəyə başa düşməmisiniz? Bu şəkildə. Oyunun növünü istəyir. Hamısında oyunun növünü istəyir. Şəkillər üzrə oyunların növüdür. 31-də D çıxıb, tək oyun. Körpə uşaqdır da müəllimə. Neynir? Özü üçün oynayır da burada. Mən götürmüşdüm simvolik oyun.
Yox. Simvoliklik yaxı bir şey yoxdur burada. Nəsə bənzətmə olsun, nəyisə tutalım ki, canlandırsın, oynasın. Yəni yoxdur burada elə. Çünki uşağın tək oyun dönəmidir. 0-2 yaş dövrü əhatə edən sferasıdır. Uşaq öz üçün oynayır burada. Sosiallığı yox, əməkdaşlıq yox. Fəlsəfim olmuşdu burada bu testlərdə. Uşağın tək başına əşyavi manipulyativ sferası. Bəli. Bəli. Başqa var? Xeyr, bəli. Aha, İlahə müəllimə sizdə var. İlahə müəllimə burdadır görüm. Bəli, müəllimə. İlahə müəllimə səhviniz varsa zəhmət olmasa indidən deyin də. Müəllimə, orada 27-ci sualı yazmamışam. 27. Bəli. Şəkli tam anlaya bilmədim. Aha, baxaq 27-yə müəllimə. Niyə müəllimə? Baxın, yaxınlaşdırıram burada. Konkret olaraq nə görürsüz? Orada sərbəst götürmüşdüm. İndi müəllimə, Belə uşaqlar öz olmağına başa düşürəm, sərbəstlikdir, uşaqların özünü müstəqil fəaliyyət icra etməsidir. Amma baxın, konkret olaraq biz nə görürük müəllimə? yaradıcılıq. Ay, sağ olun. Yaradıcı oyundur da müəllimə. Baxın, kəsib yapışdıra da bilir, Bəli. lərdən istifadə eləyir. Baxın, əməli başda təsvir fəaliyyət metodikamızdır da müəllimə. Estetik yaradıcıdır. Yəni siz həmişə diqqətlə fikir verin ki, uşağın qarşısındakı gördüyü fəaliyyət nədir burada? Tək belə deyək də sərbəstliyə, tək oyunluğuna, əməkdaşlığına baxmayın, yəni. Bəli. Mütləq oldu. Başqa Bahar var? Başqa 39-cu sualı bir də yazmamışam. 39. Aha, 39 budur bu hissədə. Aha. Bəli. Yenə bax burada nə görürsüz müəllimə? Orada böyükləri yamsılama kimi. Ay, sağ olun. Bax özünüz dediniz cavabı. Nə oldu cavab? Böyükləri yamsılayır. Açar söz. Bax sanki anasını böyükdə götür uşaq neynir? Paltar. Süjetli rollu oyunlar. Ay, sağ olun. Rollu oyundur təbii. Bəli, bəli. Rollu oyundur. Çünki yamsılama var burada. Niyə simvolik götürmürük müəllimə? Simvolikdə çünki müəllimə cansız əşyanı canlandırır uşaqlar. Amma burada konkret böyüyün roluna girir. Böyüyün roluna girir, bəli. Burada ana roluna girə bilər, tutalım yaşlı nənə roluna girə bilər, hansısa bir peşə obrazı roluna girə bilər. Konkret də görürük ki, burada uşağın işi deyil ki, burada paltar sərmək, Bəli. böyüyün işidir. Doğrudur müəllimə. Başqa? Başqa 31-ci sualı idi. Onu da bayaqların izah elədiniz. Aha, daha yoxdursa, yəni biz bu testi yekunlaşdıraq. Yəni digər müəllimlər, indi qoşulmayan müəllimlər də özləri itirdilər, bilmirəm daha. Yəni dinləyici mövqeyində olan müəllimlər, sualınız varsa buyurun. Mən öz payıma təşəkkür edirəm. Çox sağ olun Kəmalə müəllimə. Allah razı olsun. Yəni çox şeyləri öyrəndik. Təşəkkür edirəm Müəllimə çox müəllimə. maraqlı. Yəni mənim üçün də çox xoş oldu. Yəni belə olanda indi ayrıca inanırsınız, axşamlar belə deyək də vaxt məhdudiyyətim olduğuna görə axşam saatlarında daha çox işləyən müəllimlər üçün sertifikasiya hazırlıq məqsədi ilə təşkil edə bilmirəm ödənişsiz dərslər. Belə ödənişlilikləri indi düzdür, ilk dəfə də atıram müəllimləri. Amma yəni istədim ki, digər müəllimlər də bəhrələnsinlər. Aha. Oldu müəllimlər. Mən dərsi yekunlaşdırıram artıq. Yeni dərsinizi göndərəcəm. Dərsimiz həftənin 3-cü günü olacaq. 3-cü günə qədər vaxtımız çoxdur. Yəni çünki testləri də işləyirsiniz. Təşəkkür eləyirəm. Dərsi qoşulan müəllimlərimizə təşəkkür eləyirəm mən də sizin hər birinizə. Deməli, sözüm yanvar qrupunun müəllimlərinədir. Deməli, yeni dərsinizi göndərəcəm müəllimlər qrupa. Əlavə də ki, oyunlarla bağlı testlər, yəni falan nə olsa, yəni ümumiləşdirici sınaq göndərəcəm sizə, belə deyim. Artıq neçə dərslər keçirilibdir, sınaq işləməyin vaxtıdır. Sınaq göndərəcəm, ümumiləşdirici sınaq. Bir də yerdə nə testləriniz qalır, bitirin. Növbəti dərsimiz 3-cü günə qədər, yəni hazır olaq. Çünki dərsin üstünə qalmayacaq, ehtiyac da yoxdur qalmağa, yəni bir lüzum da görmürəm. Bir də oyunların yaşa görə yeni PDF-sini göndərəcəm, bəli. Yeni dərsimiz nə olacaq? İş forması, iş üsulları. Bəli. Aha, iş forması, iş üsullarını götürək. Əslində peşə bacarıq, etik davranış prinsiplərini vermək istəyirdim, amma bu iş forması, iş üsulları ortadan çıxmalıdır ki, çünki biz məşğələnin mərhələlərinə keçid edə bilək. Asan dərsdir müəllim yoxsa çətin?
Valla oxuya öyrənən üçün asandır. Çətin deyil müəllimə. Yəni biraz iş üsulları, yəni açar sözlər ki, amma çətin bir şey yoxdur. İş forması çox rahatdır. Əsas o iş üsullarını, hə, o da ki, izaha baxandan sonra, açar sözləri görəndən sonra ehtiyac yoxdur ki, yəni o testlərin öhdəsindən gəlməmək deyə bir şey yoxdur. Bəli. Oldu. Təşəkkür Kemal